اللهم صل على محمد وآل محمد. اللهم عجل لوليك الفرج. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنه خير ناصر ومعين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين المعصومين سيما بقية الله الأعظم أرواحنا له الفداء. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الله تعالى في كتابه المبين: أعوذ بالله من الشيطان الرجيم. وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا إما يبلغن عندك الكبر أحدهما أو كلاهما فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما. صدق الله العلي العظيم. Bu gece Hazreti Ümmülbeninin, Hazreti Əbəlfəzl Abbasın anası Ümmülbeninin vəfat günüdür, gecəsidir. Ümumiyyətdə Hazreti Ümmülbenin barəsində danışılanda insanda bir təsəvvür oyanır. O təsəvvür də insanın daxilində bir ana obrazıdır. Bir ananın göstəricisidir. Ana necə olmalıdır? Bu həddindən artıq çox mühüm məsələdir. Biz keçən cümədə bir balaca bəzi məsələlərə işarə elədik. Ana dünyada həddindən artıq böyük göstəricidir. Qadın, ana və ananın müqəddəs varlığı olması həddindən artıq böyük göstəricidir. Əgər bu günləri bir nəfər şəxs var ki, Allah yeri göyü ona görə xəlq eləyib, onu da dünyaya gətirən bir ana var. Əgər bir nəfər şəhid varsa, o şəhidi də dünyaya gətirən bir anadır. Əgər bir mömin varsa ki, Allah qatında ən böyük, ən uca məqamda olan bir insandır, onu da dünyaya ana gətirib. Əgər bir nəfər çıxa, İmam Zaman Əccəlallahu Fərəcəhü Şərifin köməkçisi ola, ona tərbiyə verən anadır. Əgər İmam Zamanın xidmətçisi ola, ona tərbiyə verən anadır. Bu günləri yeryüzündəki Allah Teala bütün ixtiyaratı, külli ixtiyaratı ki verib İmam-ı Zaman Əccəlallahu Fərəcəhü Şərifə, onu da dünyaya gətirən bir anadır. Tərbiyə verəni bir anadır. Baxın, ona görə Həzrəti Ümmülbenin barəsində danışılanda insanın fikrində, zehrində bir ana obrazı yaranır. Ana necə olmalıdır? Nümunəvi ana necə olmalıdır? Nümunəvi ana o formada olmalıdır ki, bu ana evladına süd verəndə, evladına nəvaziş eləyəndə, evladını tərbiyə eləyəndə, bu ananın gərək qəlbində heç bir kin, küdurət, nə bilim, heç bir şey olmasın. Niyə? Bu istəyir evlad tərbiyələndirmək istəyir. Bu istəyir evlad dünyaya gətirsin və salih və sağlam bir evlad yetişdirsin cəmiyyətdə ki, bu cəmiyyətə xidmət eləsin. Bu ana gərək həddindən artıq həm sadə, həm də həddindən artıq Allaha itaətkar olmalıdır. Allahın bütün əmrlərinə boyun əyməlidir. Əgər onun içərisində müxtəlif növ xəstəliklər olsa, cəmiyyətə verdiyi töhfə də
xəstə bir insan olacaq. Amma düzgün, sağlam, salih olanda, demişəmsə Şeyx Ənsarinin anası hər gecə durardı yuxudan, Şeyx Ənsariyə süd verərdi. Həmişə dəstəmaz alardı, sonra süd verərdi. Gecənin yarısı, o yuxunun şirin vaxtında. Bir gün durur, görür Şeyx Ənsari ağlayır, durur, deyir ki, ağlamağıma baxma, qarda yağıb, gərək gedim, qar əridim, su eləyim, ondan sonra dəstəmaz alım, sənə dəstəmazsız süd verə bilmərəm. Odur ki, gəldi Şeyx Ənsari oldu. Odur ki, gəldi bu məqama yetişdi. Ana gərək bu məsələlərə riayət eləsin. Bir İngilis alimidir, ya Alman alimidir, kimdir bilmirəm. Bir dənə təcrübə aparıb özü üçün. Toyuğun altına ki, yumurtaları yığırlar ki, bala çıxarsın. Gəlir bir dənə yumurtanı nişanlayır. Həmin o yumurtanı gündə 1 saat götürür, müəyyən bir dənə musiqiyə qulaq astırır. Təzədən aparır, qoyur ora. Aparır, qoyur ora. Bu 21 gündən sonra ki, bu yumurtalar ki, yumurtalardan ki, cüzə çıxdı, cüzələr anasının dalısı gedəndə, o həmin o məsələn maqnitofonda həmin o mahnını təzədən bir də quraşdırır. Hamı cüzələr gedir, onun arasında bir dənə cüzə ki, həmişə o yumurtasına o mahnıya qulaq astırmışdı, o ayrılır, gəlir, dayanır həmin o musiqinin yanında. Görün, nə qədər təsiri var. İndi bir dənə hamilə bir qadın otura, hansısa bir teleseriala baxa, nə bilim, səni axtarıram, ona baxa, nə bilim, o birisinə baxa, bu birisinə baxa. Görün, bunun evladına nə qədər gülməli deyir, həqiqətən ağlamalıdır ki, görün, bunun evlada nə qədər təsiri var. O evladın cəmiyyətdə nə qədər təsiri var. Görün, nə qədər mühümdür. Hamilə ana otura, Quran oxuya, dəstəmazlı gəzə, ibadətinə, itaətinə fikir verə, ziyarətə aşura oxuya ki, bunun hədəfi var. Bir var 2 cürətdə, bir var ki, uşaq dünyaya gəlir, onun tərbiyəsi maraqlandırmır. Görürsən, uşaqlığından elə başlayırlar ona elə tərbiyə verməyə ki, bunun böyüyəndə nə olacaq Allah bilir. O söz var, deyir, adamın tükləri biz olur ki, bunun gələcəyini fikirləşəndir. Başlayırlar uşağa saç qoymağa, uşaq üçün saç uzatmağa, moda mindirməyə, nə bilim, üzüyü almaq, qızıl saat, filan. Bir də var ki, sadə bir formada evlad dünyaya gətirir ki, sadə bir həyat tərzi sürməklə gəlir, olur, məsələn, hansı bir alim, övliya, olur İmam Zaman əleyhissalamın köməkçisi. Ana cəmiyyətdə bu deməkdir. Ananın vəzifəsi insanın, evladın tərbiyələndirməyində həddindən artıq böyükdür. Baxın, bir dəfə demişdik, Bəni İsrail peyğəmbərləri bir dənə Həzrəti Saranın gülüşünə görə ki, Quran buyurur ki, fəzəhək başladı səsli gülməyə ki, mənim bu yaşında evladım olacaq. O mələklər ki, Cənab Cəbrail ki, gəlmişdi ki, sizin qoca yaşınızda evladınız olacaq. Səsli gülməyinə görə, yəni istehzayla gülməyinə görə, yəni ha beləncə, mən bu yaşımda evlad sahibi olacağım, 90 neçə yaşı var idi, 95 yaşı var idi. Bir dənə o gülüşünə görə Allah Taala həmin onun evladlarını 400 il bəlaya mübtəla elədi. 100 neçə il çəkəndən sonra ilahi bağışla bizi. Biz günah eləmişik, bizi bağışla. Ata-anamız bağışla, ata-anamız eləyibsə onları bağışla. Ta istiğfar elədilər, Allah analarının elədiyi o əməlləri bağışladı ki, onlara nicat verdi. Kəmaluddin Tamamün Neymə Şeyx Səduq həmin bunu həmin dediyim kitabda yazıb. Bu qədər təsiri var. İnsan istiğfar elə özü üçün, ata-anası üçün, böyükləri üçün, ondan qabaqçılar üçün ki, ilahi, bəlkə onlar nəsə eləyiblər, mən qəza namazlarımı qıla bilmirəm, mən müstəhəb namaz qıla bilmirəm, mən ibadət eləyə bilmirəm, mən özümü islah eləyə bilmirəm. Nəsə düz getmir məndə, nəsə var. İnsan öz üstündə çalışır, amma nəsə düz getmir. İlahi, bağışla onları. Çünki mühümdür. Həddindən artıq mühümdür. Amma bir ana ki, Yəhudi də olsa, ata-ana Yəhudi də olsa ona itaət eləməyi Quran bizə əmr edir ki, vacibdir ata-anavıza dediyinə qulaq asasınız. Birdən desələr ki, Allah yoxdur, ona qulaq asma. İcazə verir Quran-ı Kərim. Etiqadı məsələlərdə ona qulaq asma. Amma desə ki, getmə namaza, məscidə getmə.
Ona qulaq asmaq sənə vacibdir. Hətta yəhudi olsa. İndi biridir ki, mənim məsələn də valideynim, məsələn, İslamı inkar edir, filan edir. Mən də durub ona qulaq asacağım, bəli, qulaq asacaqsın. Quran deyir, yəhudi də olsa, yəni yəhudi də olsa gərəksə ona itaət edirsən. Həmçinin bir mömin atası var, mömin anası var. Bilirsiniz də risalələrdə var. Ata oğluna desə ki, sənə bugündən vacib eləyirəm, bir dənə vacibi namazı evində qılmayacaqsan, məsciddə cəmaatla qılacaqsan. Oğla vacibdir, vacibdir ya oğla, vacibdir ki, bütün namazlarını məsciddə cəmaatla qılsın. Ata əmr edir. Risalələrdə var da, ata desə ki, vacibdir, vacibdir. Desə ki, müstəhəb namaz qılma, müstəhəb əməl eləmə, eləmə. Ata nə qədər sağdır insanın boyunda vəzifədir. Quran-ı Kərim İsra surəsində bu məsələlərə toxunanda baxıb görür ki, Allah Teala Quran-ı Kərimdə hər yerdə ki, öz vəhdaniyyətindən, özünə itaətdən Allah Təbarəkə və Teala danışanda buyurur ki, və bil valideynə ihsanı və qəza. Deməli, İsra surəsi 23-cü ayə. Və qəza Rabbuka alla ta'budu illa iyyah və bil valideynə ihsan. Allahın istəyi budur, qəzası budur ki, Allahdan başqasına insan itaət eləməz. Əmr eləyir. Neçə yerdə ki, Allah Teala səhv eləməsə 7 yerdə Allah Teala öz vəhdaniyyətindən və özünə itaətindən danışır. Və qəza Rabbuka alla ta'budu illa iyyah. Allahın istəyi budur ki, siz Allahdan başqasına itaət eləməyəsiniz. Bəndə olmayasınız. Dalıca buyurur və bil valideynə ihsanı. 7 yerdə səhv eləmirəmsə, bir dəfələri mən bunun təfsirində oxumuşdum. 7 yerdə səhv eləmirəmsə, Allah Teala buyurur ki, məndən başqasına itaət eləməyin. Dalıca buyurur ki, və bil valideynə ihsanı. Ata-analarınıza ehsan edin. Ehsan yaxçılıq deməkdir. Ata-analarınıza yaxçılıq edin. İmma yəbluğanna indəkəl kibərə əhəduhuma əv kilahuma fəla təqulləhuma uffin. Siz bir dənə ayə baxın, deyəsən, səsə qoymamışıq telefonlarımızı. Bəli. Ayə baxın, buyurur ki, əgər o atadan, anadan birisi sənin yanında qalıb qocalalar, əldən düşər, qocalar, yaddaşını itirər də, qoca adam görərsən hövsələsi olar, yaddaşını itirmə biraz yox, hövsələsi olar, bir şey dəfələrlə təkrar edir. Məsələn, çay qoyarsan qabağına, deyər ki, mənə çay gətir. Uzun bəzi evlatları qışqırır, körsən, görmürsən, çay gətirmişik də. Yaddaşını ki itirib, bir şeyi dəfələrlə istəyir. Quran həmin ona işarə edir. Sənin yanında qalalar, qocalalar. Və la təqulləhuma uffin. Uff sözü bilirsiniz nədir? Yəni etiraz. Uff, bu yenə gəldi. Uff, sən necə adamsan? Uff, nə bilim nə? Quran bu ki, və la təqulləhuma uffin. Yəni hamısının işlətdiyi bir tərzdə Quran uff sözünü işlədir. Buyur, onlara uff deməklə, atanıya uff deməklə. Və qulləhuma qavlən kərima. Bəlkə sən onlarla yaxçı, gözəl bir səpkidə danışsın. Hətta o biri ayədə var ki, elə ki düşdün ibadətə, itaətə, dua eləmək məqamına, buyurur ki, və qul Rabbirhamhuma kəmə Rabbəyani səğira. İlahi, bağışla o atamı, anamı. Kəmə Rabbəyani səğira. Necə ki, mənim uşaqlığımda mənə pərvəriş veriblər, məni böyüdüblər. Gecənin yarısı durub yemək istəyib, ana durub yemək verib. Ac olub, ata düşüb çöllü biyabana pul qazanıb, gətirib onu dolandırıb. Həzrəti Ümmül Bənindən danışanda bir ana obrazı düşür insanın yadına ki, necə bir evlad böyüdüb Həzrəti Ümmül Bənin. Biz baxmalıyıq, bir məsələni diqqətimizə saxlayaq. İmam Hüseyin əleyhissalam Allahın hüccətidir. Düzdür. Allahın hüccətidir, imamdır. Ona itaət eləmək bütün aləmlərə vacibdir. Öz zəmanəsindəki İmam Hüseyin əleyhissalam yaşayırdı.
Bütün hər bir şey onun ixtiyarındaydı. İmamət ondaydı. Sonra İmam Səccad əleyhissalam. Bir şəxs ki, Allahın hüccətidir və imamdır, ona itaət eləmək vacibdir. Görün Ümmülbənin nə evlad yetişdirmişdi ki, İmam Hüseyin əleyhissalam buyurdu ki, ya əxi, əntə və nəfs. Mən sənə qurban olum, qardaş. Görün, Həzrəti Əbəlfəz hansı məqamdaydı ki, Həzrəti Ümmülbənin hansı bir evlad tərbiyələndirmişdi ki, Allahın hüccəti, Allahın imamı, Allahın seçdiyi, Allahın imamının oğlu, Allahın imamının atası Həzrəti Əbəlfəzl Əbbasa buyurur ki, qardaşın sənə qurban olsun. Özünə Həzrəti Əbəlfəzl Əbbasa qurban eləyir. Necə evlad tərbiyələndirmişdi? Həzrəti İmam Əmir əl-Müminin əleyhissalam istəyirdi ki, ailə qura, qardaşı Əqili çağırdı. Əqil nəsil tanımaqda, nəsəb tanımaqda ərəbin o tanınmış adamlarındandır. Çağırdı, Əqili dedi ki, qardaş, mən istəyirəm bir nəcib bir ailədən, tanıdığım bir nəcib ailədən istəyirəm bir nəfər həyat yoldaşı özümə seçəm. O məsləhət bildi ki, Ümmülbəlini. Ümmülbəlinin də adı Fatimə idi. Dedi, filan kəs Fatimə də adı. Həmin onun. Həzrəti Əmir əl-Müminin əleyhissalamı Həzrəti Ümmülbəlinə bəzi tarixlərdə var ki, görsədiblər. Biri bu idi ki, Həzrəti Əmir əl-Müminin əleyhissalamı xurma bağının içərisində ibadət eləyəndə ki, Həzrət Allahın qarşısında hansı vəziyyətə düşürdü, onda görsədmişdilər. Bir dəfələri də Həzrət döyüşdən gələndə Ümmülbəninə görsədmişdilər. O Həzrət dedi ki, o başqa adamdır, o başqa adam. Dedi, orada Allahın xofundan o cürünə saralmışdı. İndi şir kimi döyüşdən gəlib bu formadadır. Həzrəti Ümmülbənin əleyhissalamla Həzrəti Əmir əl-Müminin əleyhissalam ailə qurur. Hələ Həzrəti Zeynəb salamullah əleyhə kiçikdir. İmam Hüseyin, İmam Həsən əleyhissalam kiçikdilər. Həzrəti Fatimə, yəni Ümmülbənin Həzrəti Əmir əl-Müminin əleyhissalamın evinə gəlin gəlir. Həzrəti Ümmülbənin əleyhissalam Həzrəti Əli əleyhissalamın evinə gəlin gələndə ilk öncə Həzrətin balalarını yığdı və Həzrəti Əmir əl-Müminin əleyhissalama buyurdu ki, ya Əmir əl-Müminin, mən sənin evvə xanımlıq eləməyə gəlməmişəm, mən gəlmişəm sənin balalarına qulluq eləyim, nökərlik eləyim. Baxın, bu xanım kimdir ki, hələ evlad dünyaya gətirməyib ki, öz evladına olan məhəbbəti, o biri məhəbbəti yaddan çıxarsın. Adı Fatimə idi. Tarix yazır, hər vaxt ki, Həzrəti Əmir əl-Müminin əleyhissalam Ümmülbənini çağıranda Fatimə, Həzrəti Zeynəb-i Kübra yerindən qalxardı ayağa. Bir gün Həzrəti Ümmülbənin gəldi Həzrəti Əmir əl-Müminin əleyhissalamın huzuruna. Dedi, ya Əmir əl-Müminin, səndən xahişim var. Mənə Fatimə demə. Sən Fatimə deyəndə Zeynəbin halı dəyişir. Anası Fatiməni yad eləyir. İstəmirəm həmin onun gözünü yaşlı görüm. Mənə bir söz deyil, deyilən uşaqların anası, oğlanların anası. Ümmülbənin, yəni oğul anası, oğulların anası belə. O vaxtdan Həzrəti Ümmülbənin buna görə deyildi. Amma bir evlad dünyaya gətirdi, nə bilim, Həzrəti Əbəlfəzl Əbbas kimi bir şəxsiyyəti dünyaya gətirdi ki, dünyaya gətirəndə sevinə-sevinə gətirdi Həzrəti Əmir əl-Müminin əleyhissalama təqdim elədi. Həzrəti Əmir əl-Müminin əleyhissalama təqdim elədi. Həzrət aldı Həzrəti Əbəlfəzl Əbbası qucağına. Əvvəl öpdü. Ondan sonra qollarından öpdü. Və ağladı. Həzrəti Ümmülbənin soruşdu, ya Əmir əl-Müminin, bu ki bizim şad günümüzdür, niyə ağlayırsan? Dedi, bir məsələ var.
Ondan ötürü biraz narahatam, ondan ötürü ağlayıram. Hansı məsələdir? Həzrət dedi ki, mən bir məsələlərdən xəbərdaram ki, onun vaxtı gələndə deyəcəm. Bəzi yerlərdə var ki, Kərbəla hadisəsi barəsində bir balaca danışdı. Azaldım bu işlərdən. Babıl Həvaicin anası Həzrəti Ümmül Bəninin məclisidir, bəli. Dedi, bəzi məsələlərdən xəbərdarım. Amma vaxtı gələcək deyəcəyəm sənə. Həzrəti Əmir əl-Müminin əleyhissalam hey Həzrəti Əbəlfəzl Əbbasa bəzi şeyləri öyrədərdi. Ümmülbənin bəzi şeyləri öyrədərdi. Heç vaxt evlatların arasında ayrı seçkilik salmazdı. Ayrı seçkilik salmazdı. Və həmçinin də Həzrəti Əbəlfəzl Əbbasa bunu təlqin eləmişdi ki, sənin dünyada ən yaxşı, ən gözəl, ən belə necə deyərlər, itaət elədiyin, yəni qulluğunda dayandığın insan sənin qardaşlarındır. Aton, Əlinin o evlatları idi. Həzrəti Əbəlfəzl Əbbas, bu işığı da biraz azalt xahiş edirəm. Həzrəti Əbəlfəzl Əbbas həmişə itaətkar idi. Bir evlad böyütmüşdü ki, tək bir dənə Həzrət Əbəlfəzl deyirdi, ya Kərbəlada şəhid olun. Kərbəlada şəhid olan 4 dənə Həzrəti Ümmül Bəninin evladları var idi. Allah Allah, bir nəfər məhrəm buraza gəlmədi. Canamaz açdım, Əbəlfəzlim namaza gəlmədi. Hey Həzrəti Əbəlfəzl Əbbasdan deyərdi. Deyərdi, mənim 4 dənə oğlum var, amma o 3-ü Həzrəti Əbəlfəzlin ki, Ümmül Bənidən olan qardaşlar, deyir, onların 3-ünü də qurban edirəm Həzrəti Əbəlfəzl Əbbasa. Və Həzrəti Əbəlfəzlim də qurban olsun İmam Hüseyin əleyhissalama. Həzrəti Ümmül Bənin əleyhissalam bu cür nə bir ana idi, bu cür nə bir ana evlad tərbiyələndirirdi. Baxırdı Həzrəti Əmir əl-Müminin əleyhissalamın Həzrəti Əbəlfəzl Əbbasla olan rəftarına. Bir yerdə var ki, Həzrət bir dəfələri Həzrəti Əbəlfəzl Əbbasa döyüş öyrədirdi. Bir qolun bağlamışdı, sol qolu ilə döyüşürdü. Həzrəti Ümmül Bənin də baxır. Sonra sol qolunda bağladı, qılıncı verdi Həzrəti Əbəlfəzlin ağzına. Dişləri ilə tutmuşdu, dedi, hələ bir görək neyniyə bilirsən. Ümmül Bənin dedi ki, ya Əmir əl-Müminin, bu ki uşaqdır, bu cavandır. Ondan nə istəyirsən ki, belə, ona nə öyrətmək istəyirsən? Sonra gəldi Həzrəti Ümmül Bəninə dedi ki, bəli, Kərbəlada belə bir hadisə baş verəcək. O cəmaati Kərbəlaya gedən karvanı Həzrəti Ümmül Bənin əleyhissalam yola salanda Mədinədən hey dolanırdı İmam Hüseyin əleyhissalamın başına. Hey Həzrəti Əbəlfəzlə bir oğrun baxırdı ki, deməsinlər ki, oğlu Əbəlfəzl Əbbasa çox məhəbbəti var, İmam Hüseyin əleyhissalamdan çoxdur məhəbbəti. Yola salırdı. Hey Həzrəti Əbəlfəzli gözləyirdi. Həzrəti İmam Hüseyin əleyhissalamı gözləyirdi. Və Həzrəti Əbəlfəzl Əbbasın da bir evladı var idi, Əbdullah, Həzrəti Ümmül Bəninin yanında idi. Həmişə deyərdi ki, nənə, atam gəlmədi. Deyir, bala gələcək, darıxma, səbr elə, gələcək bala. Hətta təzə paltarlar almışdı, Əbdullah'a giyindirmirdi. Yəni giyindirmək istəyirdi, uşaq deyirdi ki, yox ana, gözləyə atam gələndə giyinəcək. Gözləyək atam gələndə giyinəcəm. Bir günləri İmam Zeynəl-Abidin əleyhissalam Mədiniyə dönəndə gördü, bir nəfər çıxdı, şair idi, atası da şair idi, Əhl-i Beytdən yazırdı, Bəşir. Dedi, Bəşir, get sən bu Mədinə cəmaatına xəbər verginən ki, Peyğəmbərin ailəsi gəlir. Bəşir gəldi, Mədinədə hay saldı. Mədinənin qadınları, xanımları qaça-qaça gəldilər Ümmül Bəninin yanına ki, Ümmül Bənin, bizim göz aydınlığımızı verginən, karivan gəlir. Gördülər Ümmül Bənin otağa daxil olmaqdan, getdi bayra çıxmaqdan, gəldi bir otağa daxil oldu. Dedilər, xanım, bu nə işdir? Dedi, yox, qoy Əbdullah'a da deyim, aton gəlir. Əbdullah tutub nənəsinin əlindən, nənə gedək qarşılayaq, dedi, gedək.
Dedi, nənə, mənim o təzə paltarlarımı giyindirirsən. Dedi, bala, gedək. Gedək. Gəlib giyindirərəm. Gəldilər, gördülər, o Bəşir, o xəbər verən gəlib. Ümmülbənin dedi ki, ged o kişidən soruşulan. Deyilən, gör, təzə libası giyinəsən, giyməyəsən. Gəldi o Bəşirin yanına, dedi ki, əmi, nənəm soruşur ki, mən təzə libasımı giyinim. Dedi, niyə giyməlisən ki? Dedi, mənim nənəm mənə libas almış. Demişdi, aton gələndə geyindirəcəyəm. Dedi, sənin aton kimdir? Dedi, mənim atom Həzrəti Əbəlfəzl Əbbas. Dedi, yox, ged nənə və deyilən sənə təzə libas geyindirməsin. Gəldi Həzrəti Zeynəb salamullah əleyhanı gördü, Həzrəti Ümmülbənin. Dedi, Zeynəb, bu sənsən. Dedi, bəli, ana mənəm. Dedi, sənə qurban olum. Nə oldu belə qocalmısan? Axı, sən bu vəziyyətdə döyürdün. Həzrəti Zeynəb-i Kübra salamullah əleyha dedi, hə, bizə ruzigar qara gəldi. Dedi, bəs Hüseynalı işarə elədi nizənin başında. Dedi, bax, qardaşımın mübarək başını niziyə vurublar. Həzrəti Ümmülbənin bir söz dedi Zeynəbə. Dedim, əgər Əbbas ölmüşdü ki, İmam Hüseyni şəhid eləsinlər, başını niziyə vursunlar, arxain idi tərbiyə verdiyi evladına. Dedi, bəli, qardaşımın qollarını qələm elədilər. Özü Fəratın yaxınlığında susuz halda şəhid elədilər. Ondan sonra İmam Hüseyin əleyhissalamı şəhid elədilər. Biz də təvəssül eləyək Həzrəti Əbəlfəzlin anasına, Ümmülbəninə. Həzrət Əli razı idi o xanımından. Həzrəti Zeynəb razı idi Həzrəti Ümmülbəninlə. Görün nə qədər. Üzr istəyirəm İmam-ı Zamandan. Deyirlər Həzrəti Ümmülbənin ondan sonra getdi Bəqiyyə. Bəqiydə neçə dənə qəbir düzəltdi. Oturdu onların üstündə balalarına oxşama deyirdi. Deyir, day mənə oğullarının anası deməyim. Mənim day oğlum yoxdur. Hamısı şəhid oldu. Ömrünün axırına qədər Həzrəti Əbəlfəzlə İmam Hüseyin əleyhissalama göz yaşı tökdü. Həzrəti Ümmülbənin bu cürlə evlad tərbiyə vermişdi. İbrahim deyir, bir günləri Həzrəti Əbəlfəzl Əbbasla bir xeymədə yatmışdıq. Malik Əcdərin oğlu. Bəlkə Muxtarın kinosunda da bilirsiniz. Ayıldım, deyir, yuxudan gördüm. Həzrəti Əbəlfəzl Əbbas tər basmış halda, nigaran halda, qorxulu halda yuxudan oyandı. Dedim, nə olub? Dedi, çox qorxulu bir yuxu görmüşüm. Dedim, nə yuxu görmüşsən? Allah xeyr eləsin. Dedi, gördüm ki, bir dənə qartal mənim qollarım kəsilib, mənim qollarımı dimdiyində qaldırır, aparır asimana tərəf. Dedim, ay zalim, qaytar mənim qollarımı. Dedi, yox, qoy bu mənim ruzumdur. Mən bunu yiyim, Allah sənə 2 dənə qol verəcək ki, 2 dənə qanad verəcək ki, onunla behişdə gedəcəksən. Gəldi Əmir əl-Müminin əleyhissalama xəbər verdi. Həzrət dedi ki, bəli. Bəli, belə bir hadisə baş verəcək Kərbəlada. O qədər Həzrət Əmir əl-Müminin əleyhissalamın tərbiyə verdiyi, Ümmülbəninin tərbiyə verdiyi bu uşağa Həzrətin o qədər əlaqəsi var idi, o qədər məhəbbəti vardı. Bir günləri Muxtar soruşur İbrahimdən ki, İbrahim, mənə maraqlıdır, görəsən Əbəlfəz barəsində atasının fikirləri nə idi? Həzrəti Əmir əl-Müminin əleyhissalam nə deyərdi? Dedi, Həzrəti Əmir əl-Müminin əleyhissalam həmişə Əbəlfəzl barəsində deyərdi ki, Əbəlfəz mənim ləşkərimdir. Tək Həzrəti Əbəlfəzl mənim yanımda olsa, mənim leşkərə ehtiyacım yoxdur. Mənim qoşuna ehtiyacım yox idi. Baxın, Ümmülbənin belə bir evlad tərbiyə eləmişdi. Bugün daha söz belə gəldi Həzrəti Əbəlfəzl Əbbasdan. Bir-iki dənə zikri müsibətindən deyim. Xəstələrimiz var. Hacının qardaşı xəstədir, başqasının anası xəstədir. Bəziləri, nə bilim,
müşkillər var, çətinliklər var. Həzrəti Babıl Həvaic, Əbəlfəzl Əbbasa bir ərz-i iradət eləyək, baş sağlığı verək, anasının müsibətində. Həzrəti Əbəlfəzl Əbbasa kimin nə dərdi var, Babıl Həvaicdir, hacətlər qapısıdır. Bu işığı da söndür, xahiş edirəm. Çox mühümdür. Həzrəti Əbəlfəzl Əbbasın tarixdə atdığı addım, dünyada atdığı addım, Kərbəla hadisəsi çox mühüm idi. Bunun tərbiyəsindən irəli gəlirdi. Hey, çalışırdı İmam Hüseyin əleyhissalamın razılığını ələ gətirsin. Hey, çalışırdı. Hətta tarixdə var, yaşadığı dövrdə bir günləri Həzrəti Ümmülbənin gəldi Həzrəti Əmir əl-Müminin əleyhissalama dedi, ya Əmir əl-Müminin, niyaranam, narahatam. Əbəlfəzl səhərdən evdən çıxıb evə gəlməyib. Həzrət bilirdi hara gedib. Dedi, narahat olma, gələr. Dedi, ya Əmir əl-Müminin, cəmaatın o bəd nəzərindən qorxuram. Evladıma nəsə olar. Dedi, yox, narahat olma. Deyir, şam azanına az qalmışdı. Gördüm Ümmülbəninin halı dəyişib. Dedim, narahat olma, mən bu dəqiqə gedib Əbəlfəzli gətirərəm. Deyir, yavaş-yavaş Həzrəti Əmir əl-Müminin əleyhissalam gəldi Bəqiyyə tərəf. Gəldi Həzrəti Əbəlfəzl Əbbası çağırdı Həzrəti Zəhranın qəbrindən. Deyir, gördüm Həzrəti Əbəlfəzlin gözləri dolub. Ağlamaqdan gözləri şişib, qızarıb. Dedim, oğlum, nəcəb gəlmişdim bura Həzrəti Zəhranın ziyarətinə. Dedi, ya Əmir əl-Müminin, bu günləri bir yuxu gördüm səhər. Gördüm Həzrəti Zəhra salamullah aleyhanı görməmişdim. Yuxuda gördüm, mənə deyir ki, ya Əbəlfəzl Əbbas, gəl bugün məni ziyarət elə, könlüm səni istəyir. Odur gəldim Bəqiyyə, dedim, ana, ey kaş mən sağ olaydım, birinin cürəti olardı sənə əl qaldıra. Hey çalışırdı Əhl-i Beytin rizayətin qazanmağa. İmam Hüseyin əleyhissalam gəldi Həzrət Əbəlfəzlin başını aldı dizinin üstünə. Hey başını salırdı Həzrət dizindən, qardaşının dizindən. İmam Hüseyin dedi, ağa niyə belə edirsən qardaş? Dedi ki, yox, bir gözümə ki qan ləxtələnib dolub. İstəyirəm o qan gedə gözlərimdən bir də sənin vücudumu görüb qardaş. Mən səndən doymadım Hüseyin. Dedi, qardaş, nəsə bir istəyin var, bəlkə bir hacətin var, sözün var, dərdin var. Axı, dünyadan gedənə deyərlər vəsiyyət elə. Həzrət Əbəlfəz bir söz dedi, vallah billah gedin, barəsində fikirləşin, görün o nə söz idi. Dedi, Mövlaya, ərəzitə ənni. Buyurdu, ağam, demədi qardaşım, dedi, ağam, məndən razısan. Bacardığım bu idi, bunu da elədim sənin üçün. Məndən rizayəti bildir. Yadındadır qardaş, yadındadır o günləri bizə bəla gələn gecə. Yadındadır o günləri bizə bəla gələn gecə. Məni sənə nökər verib atam əli ölən gecə. Məndən rizayəti bildir. Razısan məndən yoxsa yox. Həzrəti İmam Hüseyin əleyhissalam neçə dəfə dedi, gedək xeymələrə. Gedək xeymələrə, Həzrəti Əbəlfəz getmədi. Dedi, sənin evladlarından xəcalətliyəm. Gedə bilmərəm xeymələrə. Mən Rüqəyyə nə deyim? Əli boş xeyməyə qaydarlar. Həzrəti İmam Hüseyin əleyhissalam ki, Həzrəti Əbəlfəzl Əbbas yıxıldı atdan, oturmuşdu. Tez sıçradı ki, öz miniyinə minmək istəyəndə Həzrəti Əbəlfəzl Əbbas ki, çağırırdı İmam Hüseyin əleyhissalama, Həzrət minə bilmədi. Həzrəti Zeynəbə dedi ki, bacı, gəl kömək elə, belim gəlmir minim miniyə. Və gəldi xeymələrdən ki, gəldi qətligaha, xeymələrdən qaydanda balaca uşaqlar da deyirlər ki, atam getdi əmmimi gətirməyə, su gətirəcək, əmmim su gətirəcək. Hərə əlində bir cam, Həzrəti Əbəlfəzl Əbbası gözləyirdi. Hərə əlində bir cam. Gördülər İmam Hüseyin əleyhissalam əli boş gəlir. Həzrəti Rüqəyyə dedik qızlara ki, camlarınızı çadırınızın altında gizlədin. Atam əli boş gəldi.
Hamıdan qabaq Həzrəti Zeynəb çıxdı İmam Hüseynin qabağına. Dedi Zeynəb, dedi bacı Zeynəb, bir hadisədən danışım sənə. Zeynəb xəbər alma, dəyişib dövrəyi əyyam, məqsuduna artıq yetişib qovmu bədəncam. Gəldim xətər elamı, yəni mən edim elan. Bacı, İzzətlə yanan şəmmimizi söndürdülər Zeynəb. Ümmidimiz Əbəlfəzlidir, öldürdülər Zeynəb. Ümmidimiz Əbəlfəzlidir, öldürdülər Zeynəb. Axı ərəbdə bir igid, pəhləvan dünyadan gedəndə gələrlər onun xeyməsini sütununu aşırdarlar. Həzrəti İmam Hüseyin əleyhissalam gəldi xeymənin sütunu, Əbəlfəzlin xeyməsinin sütununu aşırdanda Əhl-i Beyt əleyhimussalam ahı fəqan, ya Hüseyin, ya Əbəlfəz deyib başladılar ahı nəva eləməyə. Neçə yerdəki Kərbəladə xanım Zəhra salamullah aleyha iştirak eləyib. Biri də Həzrəti Əbəlfəzl Əbbas atdan yıxılandaydı. Gəldi xeymələr, gəldi qətligahə. Bəli, İmam Hüseyin əleyhissalama Həzrəti Əbəlfəzl Əbbas deyir, arzum vardı. Sənin anan Zəhra salamullah aleyhanı görüm. Fikr edirdim cavandı, ay qardaş. İndi gəlmişdi başımın üstə, qətligahda deyir ha. Arzum vardı anan Zəhranı görüm. Fikr edirdim cavandı, ay qardaş. İndi gəlmişdi başımın üstə, qətti gördüm kamandı, ay qardaş. Gördüm anan Zəhra salamullah aleyhanı. İlahi pərverdigara. Babül Həvaicin anası Həzrəti Fatimə, Həzrəti Ümmül Bəninin məclisinə cəm olub bu cəm. Xudaya, xudavəndə. Bir kəlmə, and veririk Həzrəti Ümmül Bəninin bir ana kimi tarixdə olan roluna. And veririk balalarına olan məhəbbətinə. And veririk tarixdə görsətdiyi şücaətə. And veririk Əhl-i Beyt əleyhimussalama görsətdiyi xidmətlərinə. Allah bu cəmin nə hacəti var, bəravərdə bir xeyr elə. İlahi pərverdigara. And veririk bu müsibətə. Çox qəmli müsibət idi. Çox həddindən artıq. Adamın 4 dənə evladı ola. Ana dünyadan gedəndə başqasının çiynində gedə. Evladları da şəhid ola. Görün nə qədər müsibət idi. Həzrəti Ümmül Bənin əleyhissalama. İlahi pərverdigara. And veririk səni Həzrəti Ümmül Bəninin ehtiramına. Həzrəti Əbəlfəzl Əbbasın ehtiramına. Bu Əhl-i Beyt əleyhimussalama xadimə olan xanımı, nökər olan xanımı. Xudaya, xudavəndə. Bu xanımın oğlu Babül Həvaicə and veririk səni. O xəstələr ki var. Nə bilim, çətindir. Evdə ata-ana xəstədir, uşaq dərd çəkir. Uşaq xəstədir, ata-ana dərd çəkir. Qardaş xəstədir, qardaş dərd çəkir. Elə bir şeylər var ki, görərsən heç evladlarına deməzlər, başqasına deməzlər. Elə ürəyində saxlayır. Belə bir məclis saxtarır ki, gedim dərdimi Həzrət Əbəlfəzlə deyim, Həzrət Əbəlfəzlin anasına deyim. Bəli. O xəstələr var ki, əlacı yoxdur. O xəstələr var ki, vallah, nə bilim, dərman almağa pulu yoxdur. Xudaya, and veririk Babül Həvaicin ehtiramına. And veririk o Kərbəlada görsətdiyi, özü təşnə, adı Səqqa. Görün nə deməkdir. Su gətirəndən özü təşnədir. Özü susuzdur, su gətirəndir. Adı su gətirəndir. Səqqadır, saqidir adı. Görün, and veririk Həzrətə Əbəlfəzl Əbbasın o Əhl-i Beyt əleyhimussalama olan iradətinə, onlara olan məhəbbətinə götürdü, ovucuna suyu içə dedi, yox, qardaşımın balaları susuz olalar, mən burada su içeyim. Su içmədi. Məşki dişini aldı, gördü, yox. And veririk Həzrət Əbəlfəzlin o vaxtına. Nə qədər xəstələrimiz var. Qoy bunu da deyim, Aşura axşamüstü idi, hava qaralana yaxın Həzrət Əbəlfəzlin o deşilmiş məşqini gətirdilər xeymələrə. İçindəki su yox idi. Amma balaca qızlar bilirsiniz nə edirdilər.
O məşqi çevirmişlər iç üzünə. Onun o şehli tərəfin köynəklərinin altından qoyardılar ürəklərini. Başındakı bəlkə susuzluqlarına bir təsir eləyər. Allah bizim bu xəstələrimizə bu gecə Ümmül Bənin əli ilə, Babıl Həvaic əli ilə şəfa libası giyindir. İlahi Pərverdigar, hər kəsin nə hacəti, nə dərdi, nə müşkülü var. Allah sən üçün ki çətin döyür. Babıl Həvaic əli ilə rəva elə. İlahi Pərverdigarı, and verir izzət və cəlalıva. Evladı olmayanlara sağlam salih evlad inayət elə. İlahi Pərverdigarı, and verir əzəmət və cəlalıva. Axirət zaman və fitnələrindən özümüzü, ailəmizi, evladlarımızı amanda saxla. İlahi Pərverdigarı, bizə Həzrətə Əbəl-Fəzlin rəşadəti kimi rəşadət nəsib elə. İlahi Pərverdigarı, and verir izzət və cəlalı və Əhl-i Beyt əleyhimussalamın ehtiramına. And verir bu gecə hər yerdəki Şamı qəriban eləyib Həzrətə Ümmül Bəninə göz yaşı tökülən o müqəddəs göz yaşlarını. And verir sənin. Buradan heç kəsi əli boş yola salma. Xanımlarımıza, analarımıza Həzrəti Ümmül Bənin qeyrətini nəsib elə. İlahi Pərverdigarı, and verir cəlalı və vəhdaniyyət və Həzrəti Əlinin vilayət nuru ilə bizim o qaranlıq qəbrimizi münəvvər elə. Allah nəslimizdən Əli düşməni qərar vermə. O Əli ibn Əbi Talibin düşmənlərinin məhvi nabud elə. İlahi Pərverdigarı, and verir zat-ı əqdəs və əzəmət və cəlalı və Ümmül Bənin də o xanımlardandır ki, hacılar görüblər. Bəqidə qəbri ziyarət olunmayan xanımlardandır. Qəbri belə günlər altında qalan xanımlardandır. Ay Allah, yetir bizim ağamızı, biz də o qəbirləri gedək, basaq bağrımıza ziyarət eləyək. Allah İmam-ı Zəmanın müqəddəs vücudunu yerin göyün bəlasından hifz elə. O Həzrətin qəlbinə, Ümmül Bəninin müsibəti ilə təskinli cinayət elə. Allah onun düşmənlərini məhvi nabud elə. Allah bizə o Həzrətə layiq, bizi o Həzrətə layiqli köməkçilərdən qərar ver. İlahi Pərverdigar, and verir əzəmət və cəlalı və bizim də baş sağlıqlarımızı Əhl-i Beytə, xanım Zəhraya, Həzrətə Əliyə yetir. İmam-ı Zaman Əccəlallahu Fərəcəhü Şərifə yetir. İlahi Pərverdigar, and verir Babül Həvaic, Həzrətə Əbəl-Fəzl Abbas ehtiramına. Xudaya, Xudavəndə, buradan heç kəsi naümid yola salmayacaq. İlahi Pərverdigara, bu dualarımızı ali dərəcədə qəbul elə. İlahi Pərverdigara, and verir izzət və cəlalı. Bizi özündən başqa heç kəsə möhtac eləmə. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin.